Ya Allah, şükür olsun Allah'a ki zəvvarlarımızla artıq gəldik çatdıq sonuncu ziyarətimizə. 24 may 2026-cı il Şamaxı ziyarətlərindəydik. Kərbəlayi Vüsal qardaşımla bərabər gördüyünüz kimi zəvvarlarımız üçüncü ziyarətimizi, yəni sonuncu ziyarətimizi ziyarət edirlər. İmam Musa Kazım əleyhissalamın övladlarından, İmam Zeynalabdin əleyhissalamın övladlarından, İmam Hüseyn əleyhissalamın övladlarından olan Seyyid Muhammedin mübarək qəbrinin ziyarətindədirlər. Zəvvarlarımız inşallah bir neçə dəqiqədən sonra vacib namazlarımızı qılıb, inşallah ziyarətimizi tamam edəcəyik. İnşallah bu ziyarətgahda da təmir işləri gedir, ziyarətgahı böyüdürlər. Hər kimin ki burada nə əziyyəti, nə əməyi varsa Allah ali dərəcədə qəbul eləsin. İnşallah Allah nəsib eləsin növbəti ziyarətlərimizdə gələk buranın hazır şəkildə tikilişini görək Allahın köməyi. Allah qəbul eləsin. Allah razı olsun. Vəssalamu aleykum və rəhmətullahi.